Oğlaq Bürcü 18 sentyabr 2025 Oğlaq Bürcünün proqnozu. Bugün Oğlaqlar üçün sakit və düşüncəli olmaq önəmlidir. Səhər saatları bir qədər qarışıq hisslər gətirə bilər, lakin günün axışı ilə hər şey daha aydın görünməyə başlayacaq. Ətrafda baş verənlərə ani reaksiya verməkdənsə biraz gözləyib sonra hərəkət etmək daha uyğun olacaq. Əgər bu yaxınlarda qərarsız qaldığın bir mövzu varsa, bugün onu dəyərləndirmək üçün münasib zamandır. Özünü daha yaxşı anlamağa başlayacaq və nə etmək istədiyinlə bağlı daha aydın fikir əldə edəcəksən. Günün ortasında yaxınlarınla söhbət etmək və onlardan fikir almaq sənə yaxşı təsir edə bilər. Kiçik anlaşılmazlıqlar mümkündür, amma qarşı tərəfə hörmətlə yanaşsan, münasibətləri qorumaq çətin olmayacaq. Axşam saatlarında isə rahat bir mühitdə olmaq, özünü yormayan sadə işlərlə məşğul olmaq tövsiyə olunur. Günü necə keçirdiyini düşünmək və özünə biraz zaman ayırmaq səni sakitləşdirəcək. Bu günün mesajı: hər şey öz axarı ilə yoluna düşəcək. Özünə inan və hadisələrin səni yönləndirməsinə icazə ver. Dolça Bürcü 18 sentyabr 2025 Dolça Bürcünün proqnozu. Bugün dolçalar üçün dəyişikliklərə açıq olmaq vacib olacaq. Günün əvvəlində bəzi planlarda gözlənilməz dəyişikliklər baş verə bilər, amma soyuqqanlı yanaşsan, vəziyyəti tez bir zamanda yoluna qoya biləcəksən. Qərar verərkən hisslərinə deyil, bugün daha çox müşahidələrinə güvənmək faydalı olacaq. Ətrafında baş verənlərə maraqla yanaşsan, yeni imkanlar görə bilərsən. Xüsusilə tanımadığın insanlarla qurulan təsadüfi söhbətlər sənə fərqli baxış bucaqları qazandıra bilər. Bugün ünsiyyət sənə həm rahatlıq, həm də motivasiya verə bilər. Günün ikinci yarısında yarımçıq qalan bir işi tamamlamamaq üçün bəhanə axtarma, indi başlasan düşündüyündən asan olacaq. Kiçik addımlar belə irəliləyiş gətirə bilər. Axşam saatlarında isə özünü sıxmadan axarına buraxdığın zaman həm fiziki, həm də zehni olaraq yüngülləşdiyini hiss edəcəksən. Bugünün mesajı: dəyişiklikdən çəkinmə. Bəzən yeni yollar, tanımadığın döngələrdən keçir. Öz axarında qal və çevrəndəki imkanlara açıq ol. Balıq Bürcü 18 sentyabr 2025 Balıq Bürcünün proqnozu. Bugün balıqlar üçün duyğular ön planda olacaq. Səhər saatlarından etibarən baş verənlərə qarşı həssas yanaşa bilərsən, amma bu həssaslıq sənə həm insanlarla yaxınlaşmaqda, həm də incə detalları görməkdə kömək edəcək. Əsas odur ki, özünü ifadə etməkdən çəkinməyəsən. Əgər son günlər səni narahat edən bir fikir varsa, bugün onu sakit şəkildə düşünmək və özünlə baş-başa qalmaq üçün yaxşı fürsətdir. Bu, qərar verməkdə və özünü daha yaxşı hiss etməkdə köməkçi ola bilər. Günün ortasında sevdiyin insanlarla ünsiyyət sənə güc verəcək. Yaxşı bir söz, kiçik bir dəstək və ya sadə bir zarafat belə ruh halını dəyişə bilər. Bugün paylaşmaq və dinləmək çox önəmlidir. Axşam saatlarında isə səni rahatladan məşğuliyyətlərlə maraqlanmaq tövsiyə olunur. Bəlkə də bir film izləmək, sevdiyin musiqiləri dinləmək və ya sadəcə sakit bir yürüyüş etmək yaxşı təsir göstərə bilər. Bugünün mesajı: özünü incəliklə ifadə et. Hisslərini gizlətməkdənsə onları doğru şəkildə paylaş. Bu, həm səni, həm də ətrafındakiləri rahatladacaq. Qoç Bürcü 18 sentyabr 2025 Qoç Bürcünün proqnozu. Bugün qoçlar üçün enerjili başlasa da, günün gedişində tempini qorumaq vacib olacaq. Səhər saatlarında özünü daha həvəsli və məqsədyönlü hiss edə bilərsən. Əlindəki işləri qaydasına salmaq və bəzi məsələləri aydınlaşdırmaq üçün yaxşı zamandır. Yaxınlarınla və iş yoldaşlarınla ünsiyyətdə diqqətli olmağın faydasını görəcəksən. Bəzən istədiyini açıq demək əvəzinə qarşı tərəfin nə düşündüyünü anlamağa çalışmaq daha çox irəliləyiş gətirə bilər. Qarşılıqlı anlaşma bugün önəmlidir. Günün ortasında kiçik bir fikir və ya təsadüfi bir söhbət səni yeni bir istiqamətə yönləndirə bilər. Qərar verməyə tələsmə, biraz müşahidə etmək və zaman tanımaq daha faydalı olacaq. Axşam saatları isə sakitlik və rahatlıq gətirə bilər.
Özünü yormayan, sənə yaxşı təsir edən məşğuliyyətlər seç. Bu, həm düşüncələrini sakitləşdirəcək, həm də özünü daha balanslı hiss etməyinə kömək edəcək. Bugünün mesajı: enerjini düzgün yönləndir. Hər şeyi eyni anda etmək məcburiyyətində deyilsən. Nə istədiyini bilmək və ona doğru sakit addımlarla getmək yetərlidir. Boğa bürcü 18 sentyabr 2025 Boğa bürcünün proqnozu. Bugün boğalar üçün sakitlik və sabitlik ön planda olacaq. Səhər saatlarında hər şey planladığın kimi getməyə bilər, amma bu səni narahat etməsin. Gün irəlilədikcə vəziyyət öz axarına düşəcək və rahatlıq hissi bərpa olunacaq. Ətrafındakı insanlarla münasibətlərdə səbirli olmaq tövsiyə olunur. Xüsusilə yaxın dostlar və ailə üzvləri ilə ünsiyyət zamanı anlayış göstərmək önəmlidir. Kiçik söz-söhbətlərə fikir vermədən səmimi davranmaq münasibətləri gücləndirəcək. Əgər son vaxtlar diqqət ayıra bilmədiyin bir iş və ya mövzu varsa, bugün onunla maraqlanmaq üçün uyğun gündür. Sadə və tanış şeylər sənə özünü daha güvəndə hiss etdirəcək. Günün ortasında planlarını bir daha nəzərdən keçirmək və ehtiyac varsa, biraz dəyişiklik etmək yaxşı nəticə verə bilər. Axşam saatlarında isə ev rahatlığı və sakit bir mühit sənə çox yaxşı təsir göstərə bilər. Sevdiyin bir yeməyi bişirmək, musiqi dinləmək və ya sadəcə dincəlmək ruhunu sakitləşdirəcək. Bugünün mesajı: hər şeyin öz zamanı var, hadisələrə təmkinlə yanaş və sənə yaxşı gələn şeylərə daha çox yer ayır. Sadəlik və səbir bugün sənə yol göstərəcək. Əkizlər bürcü 18 sentyabr 2025 Əkizlər bürcünün proqnozu. Bugün əkizlər üçün çeviklik və diqqət önəmli olacaq. Səhər saatlarından etibarən baş verən hadisələr sənə sürətli qərarlar vermə ehtiyacı yarada bilər. Ancaq unutma, nə qədər tez reaksiya versən də düşünərək hərəkət etmək daha doğru nəticə verəcək. Ətrafında olan insanlarla ünsiyyət bugün önəmli rol oynayacaq. Gözlənilməz söhbətlər, maraqlı fikirlər və ya ani görüşlər günün axarını dəyişə bilər. Həmişəki kimi açıq və zarafatçıl yanaşmanla qarşı tərəfə müsbət təsir edəcəksən. Günün ortasında planlarında kiçik dəyişikliklər ola bilər. Əgər buna elastik yanaşsan, yeni imkanlar ortaya çıxa bilər. Bugün bir neçə məsələni eyni anda düşünmək yerinə birinə fokuslanmaq daha faydalı olacaq. Axşam saatlarında özünə zaman ayırmaq sənə yaxşı gələcək. Fikirlərini toparlamaq, baş verənləri nəzərdən keçirmək və biraz da olsa sakitlik tapmaq üçün uyğun vaxtdır. Bugünün mesajı: dəyişikliklərə açıq ol, amma öz yolunu da unutma. Səni irəli aparan şey başqalarının dedikləri deyil, öz içində hiss etdiyindir. Xərçəng bürcü 18 sentyabr 2025 Xərçəng bürcünün proqnozu. Bugün xərçənglər üçün duyğuların təsiri güclü ola bilər. Səhər saatlarında səni düşündürən və ya narahat edən bir fikir gündəmə gələ bilər, amma bunu sakit şəkildə qarşılasan, günün qalan hissəsi daha rahat keçəcək. Hisslərini sıxmaq yerinə onları düzgün şəkildə ifadə etməyə çalış. Ətrafındakı insanlarla münasibətlərdə səmimiyyət və anlayış ön planda olacaq. Yaxın dostlarınla və ya ailənlə kiçik bir söhbət belə əhvalını yaxşılaşdırmağa kifayət edə bilər. Bugün diqqətlə dinləmək və kiçik jestlərlə öz qayğını göstərmək münasibətləri daha da möhkəmləndirə bilər. Günün ortasında ev və şəxsi həyatla bağlı bəzi planları nəzərdən keçirmək üçün əlverişli vaxtdır. Qarışıq görünən məsələlər bir qədər sadələşə və sənə aydınlıq gətirə bilər. Özünü daha sakit və rahat hiss etdikcə nə etməli olduğunu da daha yaxşı anlayacaqsan. Axşam saatları isə dinclik üçün çox uyğundur. Sevdiyin bir filmlə, kitabla və ya sadəcə sakit bir atmosferdə keçən vaxt ruhunu dincəldəcək. Bugünün mesajı: hisslərini gizlətmək əvəzinə onlarla dost ol. Sən nə qədər özünə qarşı dürüst olsan, həyat da bir o qədər aydınlaşacaq. Şir bürcü 18 sentyabr 2025 Şir bürcünün proqnozu. Bugün şirlər üçün özünü ifadə etmək və diqqətdə olmaq ön plana çıxa bilər. Səhər saatlarından etibarən enerjili və məqsədli hiss edəcəksən.
Qarşında duran məsələlərə inamla yanaşdıqda çətin görünən şeylər belə asanlıqla yoluna düşə bilər. Ətrafındakı insanlarla ünsiyyətdə açıq və dürüst olmaq sənə üstünlük verəcək. Bugün fikirlərini paylaşmaqdan çəkinmən, amma qarşı tərəfin fikirlərini də nəzərə almağa çalış. Balanslı ünsiyyət həm iş, həm də şəxsi münasibətlərdə yaxşı nəticələr gətirə bilər. Günün ortasında yeni bir ideya və ya dəyişiklik ehtiyacı yarana bilər. Əgər ürəyində uzun zamandır gəzdirdiyin bir arzu və ya plan varsa, onu reallaşdırmaq üçün ilk addımı atmaq vaxtıdır. Özünə inam bugün ən güclü tərəfin olacaq. Axşam saatlarını isə istirahətə və sevdiklərinlə vaxt keçirməyə ayırmaq tövsiyə olunur. Bunu bir növ mükafat kimi qəbul et, gün ərzində göstərdiyin səylərin qarşılığını almaq haqqındır. Bugünün mesajı, parlamaq üçün xüsusi bir səbəb axtarma. Sən öz varlığınla kifayət qədər güclü və diqqətə layiqsən. Sadəcə içindən gəldiyi kimi ol, bu bəs edər. Qız bürcü 18 sentyabr 2025 Qız bürcünün proqnozu. Bugün qızlar üçün diqqət və diqqətli yanaşma önəm daşıyacaq. Səhər saatlarında qarşına çıxan kiçik detallar səni narahat edə bilər, amma narahatlıq yerinə onları çözmək üçün addım-addım irəliləmək daha faydalı olacaq. Gündəlik işlərini planlamaqda səmərəliliyin artacaq. Ətrafındakı insanlarla ünsiyyətdə səbirli olmaq və sözlərini seçmək müsbət nəticələr gətirəcək. Kiçik anlaşılmazlıqların qarşısını almaq üçün diqqətli davranmaq və qarşı tərəfi dinləmək önəmlidir. Bugün müzakirələrdə soyuqqanlı olmaq sənə üstünlük qazandıracaq. Günün ortasında uzun müddətdir diqqətini çəkən bir mövzuya yenidən baxmaq, yenilənmiş yanaşma tapmaq üçün əlverişli vaxtdır. Öz düşüncələrini təhlil etmək və planlarını düzəltmək səni rahatladacaq. Axşam saatlarında isə sakitlik və rahatlamaq üçün zaman ayır. Sevdiyin bir kitab, musiqi və ya sadə meditasiya sənin üçün yaxşı təsir göstərə bilər. Bugünün mesajı, detallara diqqət et, amma üzərində çox düşünməkdən özünü yorma. Hər şey tədricən yoluna düşəcək, sən isə buna hazır olacaqsan. Tərəzi bürcü 18 sentyabr 2025 Tərəzi bürcünün proqnozu. Bugün tərəzilər üçün balansı qorumaq əsas məsələ olacaq. Səhər saatlarında içində qarışıq hisslər ola bilər, amma günün gedişində daha sakit və aydın düşüncə ilə hərəkət etmək mümkün olacaq. Öz duyğularını və fikirlərini başqalarına çatdırmaqda səbirli olmağa çalış. Ətrafındakı insanlarla münasibətlərdə uyğunluq və qarşılıqlı anlaşma önəmlidir. Kiçik fikir ayrılıqları ola bilər, amma onları böyük problemə çevirməmək üçün yumşaq davranmaq faydalı olacaq. Qarşı tərəfi dinləmək və sözləri diqqətlə seçmək münasibətləri möhkəmləndirəcək. Günün ortasında yeni fikirlər və ya planlar üzərində düşünmək üçün əlverişli vaxtdır. Əvvəlki təcrübələrdən dərs çıxarmaq və gələcək addımları daha ağıllı atmaq üçün fürsət yaranacaq. Axşam saatlarında isə özünə zaman ayırmaq, sevdiyin insanlarla sakit söhbətlər etmək sənə enerji verəcək. Rahatlamaq və özünü dinləmək üçün yaxşı gündür. Bugünün mesajı, hər şeyi yerinə qoymaq üçün səbirli ol. Daxilindəki harmoniya, xaricdə də özünü göstərəcək. Sakitlik və anlayış sənə yol açacaq. Əqrəb bürcü 18 sentyabr 2025 Əqrəb bürcünün proqnozu. Bugün əqrəblər üçün dərin düşüncələr və özünə qapanma vaxtı ola bilər. Səhər saatlarında daxili dünyanda qarışıqlıq hiss edə bilərsən, amma bu sənə daha aydınlıq gətirəcək. Özünü analiz etmək və nələrə önəm verdiyini yenidən gözdən keçirmək üçün əlverişli gündür. Ətrafındakı insanlarla münasibətlərdə səbirli və ehtiyatlı olmaq vacibdir. Hər sözü dərhal qəbul etməməyə çalış, bəzi məqamlarda uzaqdan müşahidə etmək daha faydalı olacaq. Bugün səmimi dialoqlar üçün uyğun zaman deyil, daha çox özünü dinləmək və sakit qalmaq üstünlük təşkil edir. Günün ikinci yarısında uzun müddətdir diqqətini çəkən bir mövzuya fokuslanmaq və onu daha dərindən anlamaq üçün şərait yaranacaq. Daxili sualların cavabını tapmaq üçün səbirli olmaq və hisslərinə güvənmək lazımdır. Axşam saatlarında isə rahatlamaq və enerjini bərpa etmək üçün sevdiyin məşğuliyyətlərə vaxt ayır. Sakit və dinc bir mühitdə olmaq sənə yaxşı təsir edəcək.
Bugünün mesajı: dərinliyə enməkdən qorxma, içindəki səs sənə doğru yolu göstərəcək. Hər şey zamanla aydınlaşacaq, sən isə güclü olacaqsan. Oxatan bürcü. 18 sentyabr 2025 Oxatan bürcünün proqnozu. Bugün oxatanlar üçün yeni imkanlar və maraqlı görüşlər ön planda olacaq. Səhər saatlarında enerjin yüksək olacaq, amma diqqətini bir nöqtəyə cəmləməkdə çətinlik çəkə bilərsən. Buna görə də planlarını sadələşdirmək faydalı olacaq. Günün gedişində sosial əlaqələr daha çox önə çıxacaq. Tanımadığın insanlarla təsadüfi söhbətlər və ya yeni tanışlıqlar sənə fərqli fikirlər və yeni perspektivlər gətirə bilər. Bugün açıq fikirli olmaq və yeniliklərə müsbət yanaşmaq sənin üçün faydalıdır. Günün ikinci yarısında isə əvvəlki işlərini tamamlayıb, yeni planlar üzərində düşünmək üçün əlverişli vaxtdır. Daxili enerjini doğru istiqamətə yönəltsən, qarşıda gözlənilməz uğurlar gözləyə bilər. Axşam saatlarında isə sakitlik və rahatlıq üçün zaman ayırmaq, sevdiklərinlə keyfiyyətli vaxt keçirmək yaxşı təsir edəcək. Bugünün mesajı: yeniliklərdən qorxmaq, öz yolunu tapmaq üçün açıq ol. Hər addımda yeni imkanlar səni gözləyir.